Azərbaycan dövləti müstəqilliyinin bərpa edilməsindən sonraki dövrə aiddir. Azərbaycan dövlət müstəqilliyi 1991-ci ilin oktyabrın 18-dən sonra bərpa edilibdir və Azərbaycan Sovet hökumətinin tərkibindən çıxaraq azad olubdur. Qərbi Azərbaycandan Azərbaycanlıların deportasiyasının başlanması 1988-ci ildəndir. Demək, bir olan variantlar gedəcək. Y və A variantı getdi. Separatçı qüvvələrin fəaliyyətinin qarşısının alınması isə müstəqilliyimizin bərpa edilməsindən sonraki dövrə aiddir. 2 olan variant götürəcək. Gəncə şəhərinin tarixi adının bərpa olunması 1989-cu ilin dekabr ayına aiddir. Ona görə də 3 olan variantlarda çıxacaq. 3 olan və 1 olan çıxdısa, onda deməli 2 və 5 olacaq. Dövlət himninin təsdiq olunması 1992-ci ilin mayıdır. Ona görə də Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsindən sonraki dövrə aid olan hadisələr 2 və 5 olacaq.